Hər kəsə salam. Bugün sizinlə lazanya resepti bölüşəcəyəm. Sarımsaq, 1 ədəd baş soğan, xırda-xırda doğradım. Yağda bir balaca qovurdum və üzərinə qiyməni əlavə etdim. Hardasa 350-400 qram və bir qədər qovurduqdan sonra yerkökü 2 ədəd yerkökünü də sürtkəcdən keçirdib üzərinə əlavə etdim. Duz, qara istiot və pul biber əlavə edib ardınca da bir banka pomidor əzməsi də əlavə edib və birlikdə gözəl bir şəkildə qovururam və suyu hamısı bir-birinə çıxandan sonra dadı ləzzətli. Üzərinə bir dəstə cəfəri xırda-xırda doğrayıb əlavə edirəm. Keçirəm beşamel sosa. Beşamel sosda deməli yağda, kərə yağında un, hardasa 2-3 xörək qaşığı un qovururam, üzərinə süd əlavə edirəm. Mən burada əvvəlcə südün bir hissəsini əlavə elədim. Çünki getdikcə bilmək olmur nə qədər qatılaşacağı. Və sonradan görürəm ki, soyuyandan sonra bir qədər qatılaşanda süd əlavə edirəm. Blenderla yaxşıca çalıram. Çox gözəl olur. Həm də içərisində əgər un düyünlənmiş şəkildə qalıbsa, onlar da açılır. Duz, qara istiot da əlavə edirəm. Bir balaca pıqqıldayıb bu cür qabarcıqlar yarananda artıq hazırdır. Qaynar suya lazanya xəmirlərini əlavə edirəm. Mən hazır marketdən almışam. Bir paçka bəs eləyir. Qaynar suya salıram, çıxardıram. Deməli, soba tavamızın içinə beşamel sosdan bir balaca sürtürəm və lazanya xəmirlərini düzürəm. Bu cür səliqəli. Sonra qiyməli içliyimizi, qovurmamızı əlavə edirəm üzərinə. Deməli, yenə də lazanya xəmirlərini isladaraq qaynar suda düzürəm. Üzərinə beşamel sos və yerindən eyni qaydada davam edirəm. Hardasa 4-5 qat bu cür alına bilir. Bu da sobanızın, deməli soba tavanızın ölçüsündən də asılı ola bilir. Çox gözəl, çox doyumlu və gördüyünüz kimi bir paçkadan hardasa 6-7 nəfərə bəs eləyəcək qədər lazanya çıxır. Ən sonda isə üzərinə Holland pendiri rəndələyib, yəni sürtkəcdən keçirib əlavə etdim. Hardasa 200 dərəcədə sobada bişirirəm. Çox ləzzətlidir, möhtəşəmdir. Uşaqlar çox sevirlər. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olun. Rəylərinizi gözləyəcəm və videomu bəyənirsə mütləq like edin. Siz də hazırlayın və bişirdiklərinizin şəkillərini, fotolarını Instagram səhifəmdən direktdən mənə göndərə bilərsiniz. Sevə-sevə hekayələrimdə paylaşacağam. Və bu videonu da mütləq yaddaşa qeyd edin ki, itirməyəsiniz, istədiyiniz vaxt açıb, izləyib, hazırlaya biləsiniz. Hazırlayan hər kəsə nuş olsun və sizinlə növbəti videolarıma qədər vidalaşıram. Salamat qalın.